xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam və xoş gördük. Bu videoda 31 iyul 2026-cı il cümə günü üçün Qoç buğa, əkizlər və xərçəng bürclərinin gündəlik şərhlərini təqdim edirik. Unutmayın ki, astroloji yozunlar ümumi xarakter daşıyır və hər bir insanın şəxsi doğum xəritəsinə görə fərqli təsirlər müşahidə oluna bilər. Gəlin günün enerjisinə birlikdə nəzər salaq. Qoç bürcü 21 martdan 20 aprelə qədər hörmətli Qoç bürcü, həftənin son iş günü sizin üçün olduqca enerjili və məhsuldar görünür. Günə yüksək motivasiya ilə başlayacaq. Qarşınıza çıxan işləri sürətli və qətiyyətli şəkildə yerinə yetirə biləcəksiniz. Bugün liderlik xüsusiyyətləriniz daha aydın hiss olunacaq və ətrafınızdakı insanlar sizin təşəbbüskar davranışlarınızı yüksək qiymətləndirə bilərlər. Əgər uzun müddətdir yarımçıq qalan bir işiniz varsa, məhz bugün onu uğurla başa çatdırmaq üçün münasib vaxtdır. Yeni layihələr, planlar və gələcək məqsədlər barədə düşünmək sizə əlavə motivasiya verəcək. Həftə sonu üçün istirahət planları hazırlamaqda əhvalınızı yüksəldə bilər. Maliyyə baxımından ciddi risklərə getmədən mövcud imkanlarınızı düzgün qiymətləndirməyiniz tövsiyə olunur. Şəxsi münasibətlərdə isə səmimi söhbətlər və qarşılıqlı anlayış ön plana çıxacaq. Axşam saatlarında idmanla məşğul olmaq, təmiz havada gəzmək və ya dostlarla vaxt keçirmək sizə müsbət enerji qazandıracaq. Boğa bürcü 21 apreldən 20 maya qədər əziz Boğa bürcü, bugün diqqətinizi daha çox maliyyə və iş həyatına yönləndirə bilərsiniz. Büdcənizi planlaşdırmaq, gələcək xərcləri hesablamaq və investisiya ilə bağlı mövzuları araşdırmaq üçün münasib zamandır. Təvəqqəniz və məsuliyyətli yanaşmanız sayəsində rəhbərlik və ya iş yoldaşlarınız tərəfindən müsbət qiymətləndirilə bilərsiniz. Günün ikinci yarısında qarşınıza çıxacaq bəzi məsələlər ilk baxışda çətin görünsə də, tələsmədən və planlı şəkildə hərəkət etsəniz uğurlu nəticə əldə edə bilərsiniz. Maddi məsələlərdə emosional qərarlardan uzaq durmaq faydalı olacaq. Ailə üzvləri ilə mehriban münasibətlər gün ərzində sizə mənəvi rahatlıq bəxş edəcək. Axşam saatlarını sakit və rahat mühitdə keçirmək, sevdiyiniz kitabı oxumaq və ya musiqi dinləmək daxili balansınızı qorumağa kömək edəcək. Bugün özünüzə bir qədər vaxt ayırmaq gələcək günlər üçün enerjinizi bərpa edəcək. Əkizlər bürcü 21 maydan 21 iyuna qədər hörmətli əkizlər bürcü, ünsiyyət bacarıqlarınız bugün daha da güclənəcək. Yeni insanlarla tanış olmaq, maraqlı söhbətlər aparmaq və müxtəlif mövzularda fikir mübadiləsi etmək üçün əlverişli gündür. İş və ya şəxsi həyatınızla bağlı yeni təkliflər ala bilərsiniz. Digər hər hansı təqdimat, görüş və ya vacib danışıq planlaşdırmısınızsa, bugün özünüzü inamlı şəkildə ifadə edə biləcəksiniz. Yaradıcılıq tələb edən işlərdə də uğurlu nəticələr əldə etmək ehtimalınız yüksəkdir. Qısa səfərlər, gəzintilər və ya gələcək səyahət planları haqqında düşünmək sizə xoş emosiyalar bəxş edə bilər. Şəxsi münasibətlərdə açıq ünsiyyət və qarşılıqlı hörmət hər hansı anlaşılmazlığın qarşısını alacaq. Axşam saatlarında dostlarla keçirilən səmimi söhbətlər gününüzü daha da yataqalan edə bilər. Xərçəng bürcü 22 iyuldan 22 iyula qədər əziz Xərçəng bürcü, bugün daxili rahatlıq və emosional tarazlıq sizin üçün əsas mövzu olacaq.